Hər birimiz bir vaxtlar bütöv idik. İndi isə hər kəs itirdiyi yarını axtarır. Biz bu mifi Platonun Simpozium adlı kitabında Aristofanın dilindən oxuyuruq. Orada qeyd olunur ki, insanlar əvvəl bütöv idi. 4 qollu, 4 ayaqlı, 2 üzlü və bu üzlər bir-birinə əks istiqamətdə baxırdılar. Onlar çox güclü olurlar və tanrılar bunların gücündən qorxur və onları 2 yerə bölür və onları dünya üzərinə parçalayır. Və onlar bir-birinin üzünü görmədiyi üçün, onların necə göründüyünü bilmir. O gündən bəri hər kəs öz yarını axtarır. Deməli, bu mifdən belə bir məna çıxartmaq olar ki, eşq romantik bir hissdən çox ontoloji bir həsrətdir. İnsanın tam olmaq arzusudur. Amma Platon burada da dayanmır. O deyirdi ki, əgər sən yalnız bədənə aşiq olursansa, eşq yarımçıq qalır. Eşq bizi mərhələlərlə yüksəyə doğru aparmalıdır. Bizi olduğumuzdan daha yaxşı etməlidir. Niyə antik Yunan mifi ilə başladıq izaha? Çünki özümüz də bilmədən antik Yunan miflərindən gələn bəzi qalıqlar dilimizdə hələ də yaşamaqdadır. Baxın, elə bayaq izah elədiyim kimi, yarım sözünün mənası da elə buradan götürülür. İnsanlar yarıya bölünür və öz yarını axtarır. Başqa bir misal da gətirir. Məsələn, kimsə kiməsə aşiq olduqda deyir ki, ona vuruldum. Yəni bu sözdə yenə Yunan mifologiyasında olan eros, yəni eyni funksiyanı daşıyan Roma mifologiyasında isə Kupidon və ya Amor adlanır. Onlar əllərində ox gəzdirən varlıqlar idilər. Əvvəllər tanrı kimi təsvir olunurdu, daha sonra Afroditanın yanında onun oğlu kimi təsvir olunurdular və onlar 2 nəfəri bir-birinə aşiq etmək üçün oxla həmin insanı vururdu. Kim vurulurdusa, onlar bir-birinə aşiq olurdu. Buradan da görünür ki, dil qədim zamanların bugün yaşayan bir izidir. Antik Yunandan başladıq, elə Yunanla da davam edək. Yunan dilindəki eşqin izahına bir baxaq. Məsələn, orada bizim indiki anlamda dediyimiz yəni sevgi mənasında deyildi. Eşqin bir neçə növü var idi. Məsələn, agape. O sevginin ən ali, ən yüksək forması idi. Mən səni mənə lazım olduğun üçün yox, sən olduğun üçün sevirəm. Sənin yaxşılığın üçün sevirəm. Sənin yaxşı olmağın üçün sənə özümü fəda edirəm. Yəni xristianlıqda bu daha sonra Tanrının bəşəriyyətə olan sevgisi kimi təsvir olunur. Ondan sonra məsələn var idi storge. Storge ailə üzvlərinin bir-birinə olan sevgisi idi. Yəni ailə bağları, qan qohumluğu əsasında yaranan sevgiyə storge deyilirdi. Filiya, məsələn dostcasına olan sevgi idi. Daha sonra var idi eros. Burada ehtiras üzərinə qurulan sevgidir. Güclü fiziki və romantik istək burada ön planda idi. Var pragma, məsələn pragmatik sözü də buradan götürülür. Burada ortaq maraqlar üzərində qurulurdu sevgi, yəni məntiq və ortaq fayda axtarılırdı. Məsələn, ailə qurmaq elə praqmatik sevgidən irəli gəlirdi. Bunların hər iki tərəfin ortaq marağı var idi ki, ailə qururdular. Daha sonra filautiya, özünə olan sevgi idi, amma burada bir məqam var. Narsisizmlə bunu səhv salmaq olmaz. Narsisizmdə ego daha yüksəkdir, mən daha üstünəm, digərləri isə daha məndən aşağı səviyyədədir. Amma filautiyada mən də ən az hər kəs qədər dəyərliyəm kimi olan sevgidir. Dildəki bu cür kateqoriyalaşdırılma əslində cəmiyyətin bu anlama olan münasibətini göstərir. Gəlin eyni araşdırmanı elə biz öz dilimizdə də edək. Məsələn, mən dilçi deyiləm, amma bildiyim qədərilə bizim dilimizdə sevgi 3 sözlə ifadə etmək olur. Məsələn, sevgi, eşq və məhəbbət. Bayaq dedim dilçi deyiləm, amma araşdırmaçıyam və araşdırmama da getdim türk sözlərinin ilk lüğəti olan Divani Lüğəti Türk kitabına açdım. Mahmud Qaşqarinin 11-ci əsrdə yazdığı lüğətdir və orada sevgi sözü, məsələn, eşq və məhəbbət tapmadım, çünki onlar ərəb mənşəli sözlərdir. Amma sevgi sözünün izahı var və sevgi sözü sev kökündən əmələ gəlib. Könül vermək. Burada sonra sevuq sözü var idi. Əziz, dəyərli olmaq anlamında verilib. Demək ki, türk xalqlarında qədim zamanlardan sevgi davamlılıq, sabitlik kimi qəbul olunurdu. Sevimli, əziz olana sevgi sözü ilə ifadə edirdilər. Ərəb mənşəli olan sözlərin lüğətinə baxdıqda eşq ifrat sevgi, həddini aşan bağlılıq mənasında olur. Məhəbbət isə daha yetkin anlayışdır. Məhəbbətdə əziz tutmaq, hörmət etmək,
Yəni orada yalnız hiss deyil, seçilmiş münasibət əsasında qurulan bir hissdir. Bəlkə də elə olmalıdır. Yəni eşq başlanğıcdır, sevgi davamdır, məhəbbət isə ən zirvədədir. Yəni eşq olmadan sevgi solğun qalar, sevgi olmadan məhəbbət mümkünsüzdür. Bir Azərbaycanlı olaraq eşqdən danışdıqca şairi eşq olan Füzulidən də sitat gətirmək lazımdır. Bunu özümə borc bilirəm. Əslində Füzuli fəlsəfəsini açmaq üçün tək bir misraya nəzər salmağımız bəs edər. Eşq dərdi ilə xoşam, əl çək əlacımdan təbib. Baxın, buradan da görünür ki, onun üçün eşq yanmaqdır, əzab çəkməkdir, əzabdan zövq almaqdır. O nə Kaşqari izahındakı kimi sakitdir, nə antik Yunan nizamı var burada. Burada ağrı var, fəlakət var. Amma bu natamamlıq insanı həqiqətə yaxınlaşdırır, parçalayır və ucaldır. Yunanlarda eşq axtarılır, Kaşqaridə eşq yaşanır, Füzulidə isə eşq yanılaraq tapılır. Bəlkə də biz bugün eşqi anlaya bilmirik, çünki onu tək bir dildə danışmağa çalışırıq. Halbuki bəzən Kaşqari kimi sevmək, bəzən Platon kimi axtarmaq, bəzən isə Füzuli kimi yanmaq lazımdır. Sual isə qalır. Sən eşqi hansı dildə danışırsan? Eşq nədir? Cavablarınızı kommentdə gözləyirəm.